Qarabağ Universitetinin yaradılmasının 2 illiyi münasibətilə konsert proqramı və sərgi təşkil edilib. Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında ali təhsil müəssisəsinin 2 il ərzində keçdiyi inkişaf yoluna toxunub. Rektor Qarabağ Universitetinin həm tədris prosesinin təşkili, həm də elmi və mədəni fəaliyyət sahəsində ardıcıl nailiyyətlər əldə etdiyini vurğulayıb. Şahin Bayramov Universitetin Qarabağda ali təhsilin bərpası və inkişafı istiqamətində dövlət tərəfindən qarşıya qoyulan vəzifələrin icrasına töhfə verməyə davam etdiyini qeyd edib və bu cür mədəni tədbirlərin tələbələrin yaradıcı düşüncəsinin, estetik zövqünün və ictimai fəallığının artırılmasında mühüm rol oynadığını bildirib. Tədbirin ikinci hissəsində Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun və Azərbaycan Rəssamlar İttifaqının üzvü rəssam Nərminə Vəliyevanın Güclü Ruhlara İthaf adlı fərdi sərgisi açılıb. Sərgidə Qarabağın bədii irsini əks etdirən müxtəlif rəsm əsərləri nümayiş etdirilib. 300-dən artıq əməkdaşımız, 2000-dən artıq tələbəmiz Qarabağ Universitetinin quruculuğu yolunda inamla addımlayır. Gün gələcək Qarabağ Universitetinin yaranmasının 5 illiyini, 10 illiyini qeyd etmək imkanlarımız olacaq və Qarabağ Universitetinin daha böyük uğurları ilə, daha böyük nəticələri ilə hər kəsi sevindirmiş olacaq.